Hamıya salam. Bugün videoya belə başlayıram. Belə bir kombinim olacaq. Yəni xınaya gedirəm. Həyətdə olacağı üçün maksimum dərəcədə sadə və rahat olsun istəyirəm. Belə cins şalvarım var. Digərləri boldur, ayaqları da uzundur. Ona görə onu geyinə bilmirəm ki, ayağım yerə dəyməsin, çox da şalvarım bulaşmasın. Bir dənə belə ağ saroşkam var. Üstündən də belə ətəyi belə saçaqlı koftadır belə. Bunu geyinəcəm. Geyinim axırda nəticəyə baxarıq. Hər zaman olduğu kimi nə vaxt evdən çıxmağa hazırlaşsaq, Adəmin yuxusu gələr yatar. Amma artıq evdən çıxandan sonra ayıldı maşında. Atam gəldi bizi götürdü və ilk olaraq evimizə getdik. Orada biraz makyaj falan elədim, hazırlaşdım. Daha sonra yola düşdük Uzunobaya doğru. Xınaya gedirik bilirsiniz. Adəm elə yenə də qucağımda yolda yatdı. Onun adətidir, maşına nə vaxt minsək, yolda həmişə maşın yəqin belə deyim də onu yırğalayır deyə xoşuna gəlir, həmişə yatır. Əslində sizə çəkib göstərmək istədiyim çox şey var idi, çox kadrlar ola bilərdi, amma heç cür çatdıra bilmədim. Qaça-qaçla hər şeyi etməyə çalışdım. Hətta bunları belə çəkmişəmsə böyük bir şeydir, təsəvvür edin. Adəm orada hazırla, özün orada hazırlaş, yola çıx, get, gəl və s. O qədər çətin olur ki, həqiqətən. Amma hər bir şeylə başa çıxmağa çalışıram. Bilirəm ki, anaların bir çoxu belədir. Uşaq olandan sonra biraz vaxt qısıtlanır, hər şeyi etməyə çatdırmırıq. Amma yenə də övladlarımız üçün biz ən yaxşı anayıq. Bilirsiniz, Adəmin artıq 6 ay olduğuna görə başlamışam ona yavaş-yavaş kartof əzib verməyə və yaxud da arada yediyimiz nələrsə olanda azıcıq dadızdırmağa, əlavə olaraq məsələn kaşalar yeyir və s. Yəni bunlardan çox bəhs eləmək istəmirəm. Ayrı bir vlogda danışarıq. Bugünün öncəliyi xınamız, toyumuzdur. Düzdür, çox kadrlar çəkə bilməsəm də müəyyən kadrları sizə göstərmək istədim. Və onu da deyim ki, xına iki formada oldu. Həm toyun orta hissəsində oldu, həm də belə evdə, həyətdə oldu ki, qohumlar, tanışlar və yaxud da toya gələ bilməyənlər xınada gəlib əylənsinlər. Xına həqiqətən o qədər gözəl idi ki, yəni belə deyim də məclis olaraq demirəm. Əlimizə qoyduğumuz həmin bu xına, burada mən də əlimə xına qoyuram. Sadəcə bir dənə barmağıma yaxa bildim. Çox istəyərdim tam belə yazı falan yazmaq, amma alınmadı. Adəm çünki oyaq idi. Düşündüm ki, əlinə atar, bulaşdırar, üstümüz batar. Ona görə çox da qoya bilmədim. Burada evə gedirik artıq. Adəmi arada aparırdıq evə, yatırdırdıq, qoyurduq. Amma yenə də o evə gedəndə mən də məcbur evdə qalırdım. Çünki yuxudan ayılıb ağlaya bilərdi. Və yaxud da ki, qızlardan yanına qoyub gedib gəlirdim. Burada artıq hamımız evdəyik. Atam həm Aslanı saxlayır. Aslan mənim qardaşımın balaca balasıdır. Yenə də oğlan balasıdır. Və Adəmi də qoymuşduq elə divanda, uzanmışdı. Burada ışıqlar niyə belə eləyir bilmirəm. Xonçaları çəkib sizə göstərmək istədim. Gəlinə qız tərəfindən gətirilən xonçaları idi. Və burada Adəm biraz oynayır. Dedim qoy onu da çəkim göstərim sizlərə. Yazdığınız gözəl sözlərə görə çox təşəkkür edirəm. Videoların bir çox hissəsində Adəmə gözəl sözlər yazırsınız. Burada artıq toy günüdür. Mən toya hazırlaşıram. Normalda özüm eləyəcəkdim makyajımı. Sonra düşündüm ki, qoy gedim salonda. Bizim binanın aşağısında salon var. Oradakı xanımla birlikdə eləyək. Düzdür, şərait falan o qədər süper değildi, amma son nəticədən məmnun qaldım. Biraz da burnum əyridi deyə düşündüm ki, qoy gedim elə konturlamanı falan birlikdə eləyək. Bəlkə biraz daha yaxşı görünər. Nəinki mən, həmçinin toyda olanlar da mənim makyajımı, ümumi son halımı, saçımı falan bəyəndilər. Belə yəni. Salona getməmişdən öncə Adəmin və özümün paltarımı ütüləyib hazır qoymuşdum ki, gələndə rahat olun və yaxşı ki də belə eləmişdim. Təsəvvür eləyin ki, mən salondan qaydanda saat səhv eləmirəmsə 7-yə bir 5-10 dəqiqə işləyirdi, çox yubanmışdıq hətta. Biz toya gəlib çatanda artıq saat 7 olardı. Mən elə gəlir. Burada Adəmin bodisini, paltarını, şalvarını, sarışqasını falan ütülüyürəm. Bu ütünü biz Trendyoldan almışıq, qeyd edeyim ki, yenidir. İlk başlıqlarda necə istifadə olunur falan bilmirdik. Daha sonra öyrəndik. Mən də qaynımdan öyrənmişəm.
Hələ ilk dəfə idi mən ondan ütülüyürdüm. Yəni yaxşı idi nəticəsi. Mən əslində uzun müddətdir buxarlı ütü almaq istəyirdim. Həmişə də görürdüm, hər kəs paylaşırdı və s. amma cəsarət eləmirdim almağa. Qiyməti də əslində münasibdir, həqiqətən çox münasibdir və almağa dəyər məncə. İstifadə edənlər varsa aranızda siz də fikrinizi bildirə bilərsiniz. Belə deyim, qiyməti səhv eləmirəmsə 40 manat, 45 manat belə maksimum olar. Və çox rahatdır, kompaktdır, rahatlıqla ütüləmək olur. Harasa tələsirsinizsə işinizə yarayacaq məncə. Yadımdan çıxıb da bilmirəm, mən videonun əvvəlində dedim yoxsa yox. Mənim bibimin oğlunun toyudur və artıq biz gəlmişik, restorandayıq. Maksimum bu tip kadrlar çəkə bildim. Burada dayılara söz verilibdi. Atamla əmim burada çıxış eləyirlər. Mən oynayanda toyun çox hissəsində Adəmi qaynanama verdim. O saxladı sağ olsun. Bu sayədə mən biraz ən azından həm istirahət eləmiş oldum, həm də oynamış oldum. Burada artıq diskotekadayıq. Adəmlə birlikdə oynayırıq. Tansı da Adəmlə oynadım. Bilirsiniz, yoldaşım əsgərlikdədir. Elə həmin gün onu da görməyə getmişdik. Və beləliklə də toyu burada sonlandırıram. İzlədiyiniz üçün təşəkkürlər. Səma xanım, deməli, o möhtəşəm xəbəri bildiyimə görə bilirəm ki, sənin baldızın yoxdur. Bu münasibətlə səni yaxşıca bir təbrik